Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bəzi bürclər var ki, insan onların enerjisini hiss edən kimi fərqi anlayır. Hərəsinin öz gözəl tərəfi, öz xarakteri, öz özəlliyi var. Amma bir bürc var ki, həqiqətən də tamam başqa auraya sahibdir. Söhbət dolça bürcündən gedir. Çünki dolçalar adi düşünmür, adi yaşamır və adi insanlar kimi davranmırlar. Onların dünyası tamam fərqlidir. Elə buna görə də insanlar çox vaxt dolça bürcünü ya çox sevir, ya da tam anlaya bilmir. Amma bir həqiqət var ki, dolçanın yeri həqiqətən bir başqadır. Dolça bürcündə doğulan insanlar azad ruhlu olurlar. Onlar heç vaxt kiminsə idarəsi altında yaşamağı sevmirlər. Öz qərarlarını özləri vermək istəyirlər. Ən çətin anlarda belə fərqli çıxış yolu tapa bilirlər. Elə buna görə də ətrafdakılar çox vaxt onların düşüncə tərzinə heyran qalır. Dolça bürcü insanları gələcəyi düşünən, yenilik sevən və daim inkişaf etmək istəyən insanlardır. Onlar bir yerdə dayanmağı xoşlamırlar. Həyatda hər zaman yeni bir məqsəd, yeni bir fikir axtarırlar. Dolçaların ən güclü tərəflərindən biri də səmimi olmalarıdır. Onlar süni davranışları sevmirlər. Kim necədirsə elə görünməsini istəyirlər. Əgər bir dolça sizi sevirsə, bunu ürəkdən edin. Əgər sizə dəyər verirsə, bunu davranışları ilə göstərir. Amma bir dəfə qırılsa, əvvəlki kimi olmaq çox çətin olur. Çünki dolçalar xaricdən güclü görünsələr də, daxilən çox həssas insanlardır. Bu bürcün insanları dostluqda da tamam başqa olur. Onlar dostları üçün hər şey edə bilirlər. Ən çətin gündə belə yanınızda duran insan çox vaxt bir dolça olur. Çünki onlar sədaqəti və dürüstlüyü çox yüksək qiymətləndirirlər. Yalanı və ikiyüzlülüyü isə heç vaxt qəbul etmirlər. Ona görə də həyatlarında az insan olur. Amma o insanlar həqiqətən xüsusi insanlar olur. Dolça bürcü sevgidə də fərqlidir. Onlar sıradan münasibət istəmirlər. Ruhlarını anlayan, düşüncələrini bölüşən bir insan axtarırlar. Əgər həqiqi sevgini tapsalar, çox sadiq və qayğıkeş tərəflərini göstərirlər. Amma onları məcbur etmək, qısqanclıqla sıxmaq və idarə etməyə çalışmaq münasibəti bitirə bilər. Çünki dolçalar azadlığa çox önəm verirlər. Ən maraqlısı isə budur ki, dolçalar bəzən sakit görünür, amma daxilində böyük bir dünya yaşayır. Onların xəyal gücü çox geniş olur. Bəzən elə fikirlər düşünürlər ki, insanlar sonradan bunun nə qədər doğru olduğunu anlayır. Elə buna görə də dolça bürcü insanlarına çox vaxt gələcəyin insanı deyirlər. Həyatda bütün bürclərin öz gözəlliyi var. Hər bürcün fərqli enerjisi və fərqli xüsusiyyətləri olur. Amma dolça bürcü həqiqətən də fərqli aura daşıyan bürclərdən biridir. Onların düşüncəsi, həyata baxışı, sevgisi və xarakteri tamam başqa hiss etdirib. Elə buna görə də insanlar çox vaxt bir cümlə deyir. Bu bürclər yaxşı bürcdür, amma dolçanın yeri bir başqadır.